saygılar əziz dostlar. Bu cələsə Nəlbəkir incinin amuzişinə başlayıram. Bu incidə kökümüz sol köküdür. Mənim sazımın kökü alt simlərimiz. Üst simlər. Orta simlər. Əvvəl bölümün çalğısını çalım, sonra keçək amuz işinə. Bu çalğısı idi. Keçək indi amuz işinə. Mizanı əvvəl çalğısı bu halətdədir. Ritmimiz 6-8-dir. Əvvəl qədəmimiz 2 dənə soldur. Rastı mizraf vururuq. Xoş sərhəm, beduni fasili. Bu halətdə sol, sol. Bu bir qədəm olur. İdamədə ikinci qədəmimiz solda rastı vururuq. Bilafasilə ikinci barmaqla yenirik. Re'də rastı mizraf. Bu halətdə. Sol, re. Bu da ikinci qədəm olur. Bəs iki qədəmi ahistə halətdə çalsaq bu cür oldu. İkinci qədəmin çalğısı bu cürdür. Sukut ilə başlayır, elgə birlik orta simə vuraq, rastı mizraf. Es. İdamədə ikinci barmaqla re pərdəsində rastı mizraf. Üçüncü barmaqla mi bemolda çəp mizraf. Bir ilə doda rastı mizraf. İkinci barmaqla redə rast. Birinci barmaqla qalxırıq si bemolda çəp mizraf. Aram ritmimizi çalım bu mizanı. Solfeji olur. Es, re, mi, do, re, si. Bir miqdar səri bu cür olur. Es, re, mi, do, re, si. İki mizanı aram ritminə çalsaq bu cür oldu. Solfeji aram halətdə olur. Sol, 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 re, es, re, mi, do, re, si. Bu halətdə oldu. Üçüncü mizanımızın çalğısı bu cürdür.